Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün həm qısa, həm də faydalı bir videola gəldim qarşınıza. Yağ sökücüdən danışacağım bugün. Neçə vaxtı axtarırdım və bunu tapdım. İnanın ki, çox razı qaldığım üçün bunu sizlər üçün dedim ki, paylaşım. Siz də yararlanasınız. Baxın, birini yumuşam. Yəni çəkmək fikrim yox idi. Birini yudum, çox razı qaldım deyə dedim ki, qoy sizlər üçün də çəkim paylaşım. Bu məhsul bəlkə kimlərsə axtarır. Bilirsiniz, bir çox xanımlarımızın yarısı mətbəxdə olur. Mətbəxdə də bizim ən yaralı yerimiz aspiratorun bu setkalarıdır. Çünki yemək bişdiyinə görə ən çox yağlı yer bura olur. Bunu da ağartmaq üçün bu məhsul çox faydalıdır. Yəni çox bəyəndim mən bu məhsulu və bunu istifadə elədim, razı qaldım. İnanın ki, bütün mətbəximi, nəinki aspiratorun, setkaların, qazın üstünü də, mebelin üstü bilirsiniz çox yağlı olur. Hamısını dümağ ağappaq ağartdı və çox razı qaldım bu məhsuldan. Görün necə yağ axır bu aspiratorun setkasından. Bunu bir dəfə üzərindən püskürəklə vururam. Bir 15 dəqiqə saxlayıram, sonra bunu isti sudan yuyuram. Əgər bu bir dəfəyə təmiz olmursa, ikinci dəfə yenə təkrar bunu edirəm. İnanın ki, bu bir reklam deyil. Bunu aldım marketdən, çox bəyəndim, çox razı qaldım. Dedim, bəlkə kimlərsə də bu videodan faydalanacaq və bunu sizlər üçün paylaşdım. Bu artıq ikinci dəfədir. Bunu yenə üzərindən püskürtdüm və 10-15 dəqiqə saxladım. Bunu sula yuyuram, gördüyünüz kimi. Ola bilər bir çox məhsullar var, amma deyərdim ki, mən bu məhsulu çox bəyəndim. Gördüyünüz kimi ikisi də elə oldu, dümağ, təzə alınmış kimi oldu. Baxın, bu məhsuldan istifadə etdim, çox da razı qaldım. Qazın üzərini də görürsünüz. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Aspiratorun setkalarını da yerinə taxıram. Bu da bizim bugünkü qısa videomuz, faydalı videomuz. Hələlik bu qədər, sağ olun.